Sumqayıt sakini həyat yoldaşına qarşı qeyri-etik hərəkətlər etdi. Sonra həbs olundu. Məlumata görə 49 yaşlı Teğman Vəliyev sərxoş vəziyyətdə evə gəlib münaqişə yaradıb. O, həyat yoldaşı Ləmana qarşı qeyri-etik ifadə işlədib, hərəkətlər edib. Qadının şikayəti əsasında hadisə yerinə gələn polisin qanuni tələbinə tabe olmayıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu xırda xülqanlıq və 535.1-ci polis işçisi və ya hərbi qulluqçunun qanuni tələbinə tabe olmamaq maddələri ilə inzibati qaydada ittiham elan olunub. İş üzrə izahat verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünün təqsirini bilməyib. Bildirib ki, hadisə günü evə sərxoş vəziyyətdə gəlib münaqişə yaradıb. Lakin həyat yoldaşıma qarşı heç bir qeyri-etik ifadə işlətməmişəm, polisin qanuni tələbini pozmamışam deyə qeyd edib. İş üzrə zərər çəkmişin sözlərinə görə həyat yoldaşı 3-4 aydır evi tərk edib. Amma spirtli içki içərək tez-tez evə gəlib digər şəxslərin yanında səbəbsiz yerə məni söyüb təhqir edib. Hətta şunurla özünü asmağa cəhd edib. Uşaqlarını qorxudaraq sarsıntı keçirməyinə səbəb olub deyə qadın bildirib. Sabunçu rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib. Qeyd edim ki, ad və soyad şərti verilib.